Niyə uzaq bir dağ kəndində kimsə nəsə tikmək istəyirsə gəlib Bakıdan icazə almalıdır? Onda icra hakimiyyətləri bir dəfəlik ləğv olunsun, ümumiyyətlə heç bir dövlət qurumu rayonlarda işləməsin, ləğv olunsun belediyəsi qarşı. Heç nə. Azərbaycan Bakıdan ibarətdir. Bakıda deyirlər, yox. Əgər icra hakimiyyəti varsa, icra hakimiyyətinin əlindən 39-40 səlahiyyətini aldılar. Bugün Azərbaycan vətəndaşları icra hakimiyyətlərindən narazıdır. Və mən burada icra hakimiyyətlərini müdafiə etmək fikrində deyiləm. Özümün də narazılıqlarım var. Və kifayət qədər o narazılıqlarım böyükdür, həddindən artıq böyükdür. Amma elə hər bir balaca bir məsələnin də Bakıdan icazəsini al, onda mən belə çıxır ki, Şəhərsalma və Arxitektur İdarəsində bir 50 min insan işləməlidir. Onların o personalı, işçilərinin sayı 50 min olmalıdır ki, bütün Azərbaycanı idarə eləsinlər. Yəni, balaca bir qurum, bütöv hər bir kənddə gedən bir mal tövləsi tikəndə də niyə bir insan gəlib Bakıdan icazə almalıdır? Mal tövləsi tikir, icazə almalıdır. Hətta elə rayonlar var ki, sanitar qovşağı tikəndə belə icazə vermirlər. Ona görə də səlahiyyətləri icra hakimiyyətlərinin və bələdiyyələrin səlahiyyətləri bərpa olunmalıdır ki, icazəni onlar versinlər. Bələdiyyələrin də səlahiyyətlərini əlindən almışıq, icra hakimiyyətlərinin də səlahiyyətlərini əllərindən almışıq. Hamısını vermişik Şəhərsalma və Arxitektura Komitəsinə. Yəni, Şəhərsalma və Arxitektura Komitəsi, niyə gidib hər hansı bir kənddə kim nə tikirsə onunla məşğul olmalıdır? O kəndin icra hakimiyyəti var, bələdiyyəsi var, aidiyyatı qurumları var, regional şöbələri var. Hər şey Bakıdan icazə alınmalıdır. Və aylarla, illərlə çəkir süründürməçilik, bu düzgün yanaşmadır. Bu şəkildə iş gedərmi? Bu şəkildə inkişaf olarmı? Olmayacaq.